Bəzi araşdırmaçılara görə kosmosdan gələn varlıqlar təxminən 300 ildir insanları qaçırırlar. İddialara görə illərdir bir ya da birdən çox insan dünya xarici varlıqlar tərəfindən müvəqqəti bir müddət saxlanılır və fərqli yerlərdə yaşayan bir-birləri ilə ünsiyyət qurmaları heç bir şəkildə mümkün olmayan kəslər tərəfindən verilən ətraflı qaçırılma hesabatları çaşdırıcı bir şəkildə bir-birləri ilə ardıcıllıq göstərməkdədir. Bu videoda sizə yad planetlər tərəfindən qaçırılmış insanlar haqqında məlumat veriləcək. Alvina Scott yad planetlər tərəfindən qaçırıldığını, işlərində istifadə üçün yumurtalıqlarından birinin alındığını və böyrəklərində olan xəstəliyi yaxşılaşdırmaq üçün öz vücuduna bir tibbi müdaxilə edildiyini iddia edirdi. Həqiqətən də ultrasəs testlərində xəstəlikli böyrəklərinin tamamilə yaxşılaşdığı görülmüşdür. Özünü Hova olaraq tanıdan və insan görünüşündə olan varlığın yumru başlı bir qrili olduğunu və hiptonik proyeksiya sayəsində özünü bizə bu formada göstərdiyini öyrənmişdir. Ayrıca ona insan və yad planetli DNA-larının qarışdırılması ilə məşğul olduqlarını da söyləmişlər. Bölgədə ortaya çıxan UFO dalğasından sonra 3 gənc qadın UFO ovuna çıxdılar. Evlərinə geri döndüklərində yaddaşlarında sadəcə 1 saatlıq müddətdən başqa xatırladıqları heç bir şey yox idi. Qadınlardan biri hipnozla geri aparıldıqda varlıqlar tərəfindən bir yoldaşı ilə birlikdə qaçırıldığını xatırladı. Qurban varlıqlardan birini çıxardığı işıq silsiləsi ilə tutulmuş və daha sonra özünü varlıqlar tərəfindən bir lövhə üzərində yatırılmış vəziyyətdə araşdırılarkən tapmışdır. Varlıqları uzun, zəif üzlü və böyük gözlü olaraq təyin etməkdədir. Hipnoz əsnasında hadisəni yenidən yaşayan qadın zədə keçirərək "Məni tək buraxın, iyrənc, bunu məndən uzaq tutun, bunu edə bilməzsiniz" deyə bağırmışdır. Fermer Yut-Ten ağaclar arasında parlaq cismi gördüyündə evinə gedirdi. Birdən iflicə uğradı və havalandığını hiss etdi. Ətrafda böyük bir vınlama səsi vardı və fermer özündən keçərək huşunu itirdi. Özünə gəldiyində bir dağdaydı. Aradan təxminən 2 həftəlik bir zaman keçmiş və evindən 450 kilometr uzaqda Guizhou əyalətində idi. İkinci Dünya döyüşü əsnasında Nazilərin əlində bir çox işgəncə görmüş bir insan olan Joseph Vondur meşədə gedərkən ağacsız bir bölgədə böyük, boz rəngli və yumurta formasında bir avtomobillə qarşılaşdı. Gəmidə onu göyərtəyə aldılar. Bunlar uzun boylu, sarışın, cüt cinsiyyətli, gözəl sifətli varlıqlar idi. Səfər zamanı Vondur ağlayaraq varlıqlara nasistlərin zülmlərindən bəhs etdi və əgər irəli məlumatları və gücləri varsa, dünyanı düzəltmələri üçün yalvardı. Onlar da dünya tarixinin gedişatına qarışmayacaqlarını söylədilər. Manhattan'da yaşayan Linda Napolitano çox yüksək bir mərtəbədə olan ev dairəsindən qaçırıldığını, varlıqlar tərəfindən istifadə edilən cazibə qüvvəsini aradan qaldıran bir şua ilə pəncərəsindən kosmos vasitələrinə aparıldığını və burada çox ciddi bir tibbi testdən keçdiyini iddia edir. Əsl çaşdırıcı olan, izah etdiklərinin 2 ədəd şahid tərəfindən də təsdiq edilmiş olmasıdır. Binanın xaricində olan və qaçırılan qadını görən şahidlərdən biri havada uçan bir qadın gördüyünü və yanında 2 boz adamın olduğunu söyləmişdir. Walter Rizzi disk biçimindəki cismi gördüyündə möhkəm bir əyləc edərək motosikletini dayandırdı.
Bir müddət sonra boz bədənli, keçəl başlı və pişik gözlü kiçik varlıqlar ortaya çıxdı. Bu yaxın təmas əsnasında varlıqlar manyetik vasitələr sayəsində səfər edə bildiklərini və planetimizdə sürətli qocaldıqları üçün çox qısa bir zaman hissəsi içində dünyada qala bildiklərini izah etmişdir. Canlılar Rizziyi dünyanın maqnetik qütblərinin dəyişəcəyi və beləcə dünya üzərindəki bir çox həyat formasının aradan qalxa biləcəyi, iqlim dəyişiklikləri ola biləcəyi mövzusunda xəbərdar etmişdir.